Buradasınız Suğra xanım. Salam, axşamınız xeyir olsun. Salam, hər vaxtınız xeyir. Mən açılış etdim Suğra xanım. Sözü verdim sizə başlaya bilərsiniz. Təşəkkür edirəm. İlk öncə dəvətiniz üçün minnətdaram. Bugünkü mövzumuz, ilk öncə özümü təqdim edim. Mən Suğra Quliyeva, psixopedaqoq və paraleldə təlimçiyəm və bir neçə müddətdir ki, bu sahədə maarifləndirici vebinarlar, seminarlar verirəm. Bugünkü mövzumuzu da sırf təhsillə bağlı seçmişik ki, nə üçün ən aktual mövzulardan biridir deyə düşünürəm. Aramızda tələbələr və müəllim olanlar varmı? Bəli, mən tələbəyim. Psixologiyam. Bəli. Nə gözəl. Ara sıra burada suallarımız olacaq, öz fikirlərinizi deyə bilərsiniz. Əgər suallarınız varsa, çox xahiş edirəm, sona saxlayaq, amma situasiyadan asılı olaraq fikirlərinizi eşitmək çox xoş olar. Qarşılıqlı ünsiyyət əsasında vebinarımız davam etsə, düşünürəm ki, həm öyrədici, həm də maraqlı olar. Bir daha hər birinizə təşəkkür edirəm. Günün bu saatında, günün sonunda olsa, yorğun da olsanız qatılmısınız. Çünki maariflənməyə hazırsınız, öyrənməyə hazırsınız. Bir-birimizdən öyrənirik, paylaşırıq. Bugünkü mövzumuz haqqında məlumat vermək istərdim. Gördüyünüz kimi differensial tədris hər uşağa öz potensialına uyğun öyrətmək. Bu mövzunu seçməkdə məqsəd nədir? Sinif şəraitində bildiyim qədərilə əgər burada sinif müəllimləri varsa, sinif şəraitində görürsünüz ki, differensiallığı və yaxud da inklüzivliyi, inklüziv təhsillə bağlı bəzi problemlər yaşayırıq hazırda bildiyimiz kimi və bu mövzunu ətraflı, detallı şəkildə istərdim ki, bir nəzər yetirək və sonda nələr öyrəndik, nələri bilmirdik və yaxud da nələr öyrəndik, onlara sonda bir daha nəzər yetirərik. O zaman başlayaq. İlk öncə differensiallıq haqqında danışmaq istərdim. Differensiallıq nədir? İngilis dilindən tərcümə edə bildiyimiz kimi different sözü var, yəni müxtəliflik deməkdir. Yəni müxtəlif, yəni tədris etdiyimiz mövzunu müxtəlif şəkildə uşaqlara təqdim etməkdir. Bir dəqiqə. Burada da qeyd etmişəm, hər uşağa öz potensialına uyğun öyrətmək. Bilirik ki, hər uşağın öz potensialı var. Baxın, ilk öncə nələrə diqqət yetirməliyik? Şagirdlərin marağı, hazırlıq səviyyəsi, öyrənmə tərzləri. Bu üç etapa nəzər yetirdikdən sonra artıq biz dərsimizi hazırlaya bilərik. Hər uşağa öz potensialına uyğun öyrətmək. Burada artıq bizim çox gözəl müşahidə qabiliyyətimiz olmalıdır ki, biz uşaqları ilk öncə tanıyaq, daha sonra isə onlara uyğun bir proqram, vəsait hazırlaya bilək. Burada qeyd etdiyim kimi, müəllim kimi əsas məqsədimiz hər uşağın fərqli öyrənmə tərzinə başa düşmək və onu öz potensialına uyğun inkişaf etdirməkdir. Differensial tədris hamıya eyni dərsi eyni şəkildə yox, İnsanlar özləri də fərqlidir. Bizim öyrənmə, ümumiyyətlə böyüklərin də öyrənmə tərzi müxtəlif olduğu kimi, uşaqların da öyrənmə tərzləri müxtəlifdir. Bunun haqqında irəliləyən dəqiqələrdə sizinlə ətraflı paylaşacağam. Ümumiyyətlə, differensiallığı
düşünürəm ki, dərs prosesində qorumağımız vacibdir. Nə üçün? Differensial tədris şagirdlərin maraqları, bacarıqları və öyrənmə tərzlərinə əsasən dərsin uyğunlaşdırılmasıdır. Ümumiyyətlə, yəni bir dərsi mövzunu götürürüksə, artıq biz orada bilirik ki, nələrə diqqət yetirməliyik? Hansı uşağa hansı tapşırıqları verə bilərik? Bunlar vacib məsələlərdən biridir. İlk öncə məqsədimiz olmalıdır. Məqsəd hamını eyni səviyyəyə gətirmək deyil, hər kəsi öz potensialına uyğun inkişaf etdirməliyik. Yəni bir uşaq müşahidə edirik ki, çox gözəl şəkil çəkə bilir və yaxud da çox gözəl esse yaza bilir. Hər hansısa bir əl qabiliyyəti var. Deməli, biz onun üzərindən getməliyik. Burada da qeyd etdiyim kimi, həm valideyn olaraq, həm müəllim olaraq, istər bu sinif müəllimi olsun, istər repetitorlar olsun, təlim prosesi olsun, hazırlıq prosesi olsun, çox gözəl müşahidə qabiliyyətimiz olmalıdır ki, bu uşağın üstün cəhətləri nədir? Onun müsbət tərəflərini taparaq, onu özünü harda yaxşı hiss edir, özünü necə yaxşı ifadə edir, onun üzərindən gedərək biz dərsi qura bilərik. Bu yanaşma ədalət və bərabərlik arasında fərqi vurğulayır. Yəni, burada həm ədalətliliyi qoruyuruq, həm də bərabərliyi. Yəni, uşaqlara bərabər yanaşırıq, amma ədalətlə yanaşırıq. Yəni, hamına eyni gözlə baxmırıq. Bərabərlik hamıya eyni şeyi veririk. Yəni, eyni tapşırıq burada nəzərdə tutulmur. Tapşırıq verilir, amma ədalət hər kəsə ehtiyacına uyğun dəstək verməkdir. Yəni, hər kəsə ehtiyacına uyğun nəyi bacarırsa, onun üzərindən gedərək uşaqlara tapşırıqları verə bilərik. İstər bu ev tapşırığı olsun, istər testlər olsun, istər bu summativ qiymətləndirmələr olsun. Düzdür, bunu sinif şəraitində etmək çətindir. Bəlkə də sinif müəllimləri varsa, deyə bilər ki, biz bunu necə edək? Baxın, bu nə zaman asan olur? İlk əvvəllərdə çətin ola bilər, amma bir müddətdən sonra bizim özümüz üçün də çox rahat olur. Biz bir müşahidə aparırıq, özümüz üçün kiçik qeydlər edirik ki, bəli, sinifdə 20 uşaq varsa, 30 uşaq varsa, onu oxuyub yazaraq öyrənə bilir. Onu kinestetik öyrənə bilir. Onu səs dinləyərək öyrənə bilir. Onu, məsəl üçün, 5 nəfəri şəkil çəkərək öyrənə bilir. Aha, deməli biz burada nə etməliyik? Bərabərlik yaratmalıyıq və ədaləti qorumalıyıq ki, uşaqlar özünə güvəni itirməsin. Burada differensiallığın komponentlərini də mən vurğulamaq istəyirəm ki, bildiyimiz kimi metodikada ümumiyyətlə inklüziv təhsildə də Bloom taksonomiyasına böyük yer verilir və bunun üzərindən biz getməliyik. Məzmun, proses, nəticə, qiymətləndirmə, öyrənmə mühiti. Bunları indi irəliləyən dəqiqələrdə daha ətraflı mən sizə açıqlama verəcəm ki, bunlar nə üçün lazımdır? Bəlli bir struktur lazımdır bizə ki, biz bu differensiallığı tədris prosesinə gətirə bilək. Daha sonra, niyə vacibdir? Yəni, vacibliyini burada önəmli nəzərimizə çatdırmaq istərdim ki, niyə vacibdir? Yəni, biz bu differensiallığı niyə sinif şəraitində, tədris prosesində dərs zamanı həyata keçirməliyik? Çünki uşaqlar fərqlidirlər. Qeyd etdiyim ki, biri vizual, biri eşitsəl, biri praktik öyrənir və yaxud da biri toxumsal öyrənir. Eyni üsul hər uşağa təsir etmir. Məsələn, hər hansısa bir mövzunu götürək, görürük ki, mövzunu izah edirik. Uşaqlardan bir neçəsi sual verdiyimiz zaman nədir? Mövzunu başa düşdünüzmü? Bəziləri deyir, bəli, bəziləri isə sadəcə durub baxır və yaxud da donub baxır və yaxud da onu tətbiq etdiyimiz zaman, tətbiqə keçdiyimiz zaman testlərlə olsun, ev tapşırıqlarında olsun, görürük ki, uşaqlar bunu həyata keçirə bilmir. Çünki əvvələ qayıtsaq, mövzunu tam başa düşməyiblər. Differensial tədris sayəsində nə baş verir? Uşaqlar dərsdə daha çox maraq göstərir. Yəni, özlərinə inamı artır. Yəni, mən bunu bacararam, amma özüm kimi, özümə məxsus şəkildə bacararam. Müəllim uşaqları məcburi uyğunlaşdırmaq əvəzinə fərqli yollarla öyrədir. Yəni, onların özünə uyğun
öyrənmə vasitələrindən istifadə edir. Bura kiminsə əlavəsi, sualı varsa, ümumiyyətlə differensiallığı siz əgər sinif müəllimləri varsa, sinif şəraitində istifadə edirsinizmi? Ümumiyyətlə riayət edirsinizmi bunlara? Mən şəxsən hazırlıq vaxtı, yəni ki, öyrənə bilmirdim. Ancaq yazaraq, yəni əzbərlədiyim dərsləri falan hər birini yazaraq müəllimə təhvil verirdim. Deməli, sizdə daha çox yazılı şəkildə öyrənmə Bəli. prosesi gedir. Yəni Çünki mən yazı özüm əzbərçiyəm, açıq gəlin danışaq, əzbərçiyəm. Əzbərlədiyim şeylərdə hər birini müəllimə danışanda, yəni çaşa-çaşa qalırdım zamanında. Yəni ki, yazıb verirdim həmişə. Anladım. Baxın, sizin öyrənmə metodunuz yazaraq öyrənməkdir. Bəzilərininki, məsələn, qeyd etdiyim kimi, fərqlər nələrdə olur? Uşaqların fərqləridir. Necə biz öyrənmə prosesini, məsələn, biz özümüz də müəllim olaraq, tələbə olaraq nə edirik? Qatılırıq, vebinarlara qatılır. Hazırda baxın, vebinardayıq da. Bəziləri dinləyir, amma ola bilər ki, anlamasın. Deməli, onun öyrənmə prosesi tam fərqlidir. O görsəl olmalıdır, onun üçün daha çox tətbiq etməlidir, daha sonra anlamalıdır. Uşaqlar isə ki, hələ kiçik yaşlarında olduqlarına görə buna aid etməyə də çətinlik çəkirlər. Bu bizim vəzifəmizdir. Bir müəllim olaraq, bir valideyn olaraq, valideyn də öz övladını bu zaman yaxşı tanımalıdır, yaxşı müşahidəçi olmalıdır ki, mənim övladım necə öyrənə bilər. Adətən bu prosesi valideynlər çox o qədər də fərqinə vara bilmirlər. Bunu müəllimlər analiz edə bilirlər ki, bəli, bu zaman məsəl üçün bu sinifdə uşaqlar neçəsi vizual öyrənə bilir, neçəsi eşitsel olaraq öyrənə bilir və yaxud da kinestetik öyrənir. Mən burada bir şeyi də qeyd etmək istərdim ki, hazırlıq səviyyələrini də ölçmək lazımdır ki, hansı uşaq hansı hazırlıq səviyyəsindədir, yəni nə dərəcədə bilir. Burada artıq bizim diaqnostik qiymətləndirmələrimiz var ki, siniflərdə olunur və yaxud da biz özümüz də edirik ki, diaqnostik qiymətləndirmə ki, intellektual səviyyəsini ölçürük, sosial-emosional inkişafını ölçürük ki, burada vizual, audial, kinestetik, oxuyub yazaraq öyrənirmi, hansı vəziyyətdə öyrənə bilir, onlar bizim üçün daha rahat olsun. Mən bildiyimiz kimi nəzəriyyələri də qeyd etmək istərdim ki, Gardner nəzəriyyəsində də praktik öyrənmə. Yəni uşaqlar kinestetik dediyimiz zaman praktik öyrənən uşaqlardılar. Yəni onlar daha çox praktika edərək öyrənirlər. Bu səbəbdən də biz analiz edirik, uşaqları artıq ayırırıq. Yenə də qeyd etdiyim kimi, ədalətli şəkildə ayırırıq. Daha sonra onlara uyğun tapşırıqlar ola bilər, testlər ola bilər ki, hazırlayıb verə bilirik ki, onların özünə inamı itməsin. Məsələn, dərs əsnasında ola bilər ki, bir hekayə danışırıq. Belə bir hər şeyə çıxaraq bir praktikamdan demək istərdim sizə. Mənim bir şagirdim var idi. O şəkil çəkərək öyrənirdi. Hər hansısa bir hekayəni vizuallaşdırırdı. Daha sonra artıq onu danışırdı. Belə bir tapşırıqlar da var. İstər hazır vəsaitlər olsun, istər özümüz axtarıb tapa da bilərik, Pinterestdə olsun ki, görürsünüz ki, şəkillər verilir, şəkillərin adları yazılır. Daha çox uşaqlardan o şəkillərə aid mətnlər, hekayələr qurmalıqlarını istəyirik. Yenə də burada uşaqdan uşağa dəyişir. Bu zaman biz uşaqları çox yaxşı tanımalıyıq. Daha sonra nələrə baxın qeyd etmişdim bir neçə dəqiqə öncə ki, differensial tədrisin əsas istiqamətləri nələrdir? Mən sizi çox yormaq da istəmirəm. Əsas belə desək, tədrisin məğzini açıqlamaq istəyirəm ki, yəni differensial tədris nədir, nə üçün lazımdır, nə kimi xeyri var? Biz bu tədrisdən bu metoddan belə desək istifadə etsək nə əldə edə bilərik? Sırf praktik olsun və belə desək, bu webinar oldu, bitdi olmasın da. Əlimizdə bir qeydlərimiz olsa nə gözəl. Məlumatlısınızsa nə Mən gözəl. götürürəm. Nə gözəl. Çünki bu bizim tədris prosesidir. Tədris prosesində nə öyrəniriksə, biz bunu tətbiq etdiyimiz zaman artıq belə desək praktikaya keçir. Praktikadan sonra artıq biz bilirik ki, hə, bəli, bu belə desək differensial tədris olsun, bu bizim sinif şəraitimizə uyğundurmu, yoxsa yox?
Amma bu bizim inklüziv təhsillə direkt bağlıdır. Yəni bu bizim tədris prosesimizdə var. Bizim bilməyimiz bunu vacibdir. Burada əsas istiqamətlərini, prinsiplərini qeyd etmişəm. Bura kimi aydındır, sürətli danışmıram ki. Çox gözəl danışırsınız. Təşəkkür edirəm. Təşəkkür edirəm, minnətdaram. Suallarınız varsa qeyd etdiyim kimi sonda qeyd edə bilərsiniz. Chat bölməsinə də, belə səsli şəkildə də, görüntünü də açaraq verə bilərsiniz. Differensial tədrisin əsas istiqamətləri, komponentlərini qeyd edim. Məzmun. Məzmun nədir? Yəni ilk əvvəlcədən hazırlaşma. Yəni biz bir mövzu götürürük, ona hazırlaşırıq. Şagirdlərə uyğun tapşırıqlar hazırlanır, yəni sadələşdirilir. Kiməsə genişləndirilmiş formada, kiminəsə çətin formada. Görürsünüz ki, sinif şəraitində və yaxud da hazırlıq ortamında da görürük ki, bir uşaq daha tez anlayır və mövzunu daha dərinə inə bilərik. Deməli, ona daha çətinlərini verə bilərik. Amma digərlərinə baxırıq, görürük ki, yox. Təəssüflər olsun ki, hazırki vəziyyətdə məktəb sinif ortamlarında belə bir qayda var ki, hər kəsə eyni belə desə testlər, BSG-lər, KSG-lər paylanılır. KSG-ni edə bilən də yazır, edə bilməyən də. Amma burada nəzərə alınmır ki, bu uşaqların səviyyəsinə uyğun hazırlanmalıdır. Amma differensial tədrisdən istifadə zamanı bu nəzərə alınır. İstər KSG-lər olsun, BSG-lər olsun, diaqnostik qiymətləndirmələr olsun, həm sadələşdirilmiş, həm də genişləndirilmiş materiallar hazırlanmalıdır. İlk öncə məzmun. Daha sonra proses. Proses nədir? Fərqli tapşırıq növləri və üsullarla öyrətmək. Yəni şagirdlərin maraq dairələrini öyrənirik. Yəni onlara maraqlı olan nədir? Məsələn, bir mövzu danışırıq, heyvanlar aləmi ola bilər, bitkilər ola bilər. Baxırıq ki, onlara maraqlı deyil. Və belə mövzuları keçdikcə baxırıq ki, hansı mövzular onlara maraqlıdır. Bir var, baxın, biz mövzunu verək. Esse yazdırırıq, deyirik ki, dostluq haqqında yazın. Bu uşaqlara da o qədər çox maraqlı gəlmir. Ola bilər ki, birinin dostu var, birinin dostu yoxdur. Amma deyəndə ki, sizə buraxıram, siz sərbəst şəkildə bir başlıq seçin və ona uyğun bir esse yazın. Burada artıq onların maraq dairəsi ortaya çıxır. Tapşırıqların növləri fərqli olur. Üsullarla da fərqli üsullarla yaza bilərlər. Məsələn, kimsə istəyir şəkil çəkərək gətirir, kimisi yazaraq gətirir, kimisə ona belə desək ki, hekayə qurur. Fərqli şəkildə onlar təqdim edirlər. Və burada nə yaranır? Özgüvən yaranır. Mən bacarıram, amma fərqli şəkildə. Daha sonra isə üçüncü nəticə. Baxın, nəticə nədir? Burada məhsul. Nə vermişiksə, ona uyğun da nəticə gözləyirik. Yəni, çətin vermişiksə, çətin gözləyirik. Çətin tapşırığın nəticəsini gözləyirik. Şagirdə biliklərinin fərqli formada göstərmə imkanı vermək, yəni burada qeyd etdiyim kimi plakat ola bilər, video ola bilər, təqdimat ola bilər, fərqli şəkildə. Yəni, necə bacarırsa, o şəkildə ondan qəbul edirik. Yəni, yox, bu düz deyil, səhv etmisən, belə desə, qiymətini aşağı salaq. Burada artıq özgüvənsizlik, mən bacarmıram kimi, özünə qapanma kimi şəraitlərlə də rastlaşa bilərik. Yəni, gözləntimizdə verdiyimiz tapşırığa uyğun olmalıdır. Dördüncü isə mühit. Mühit, ondan öncə Zəhmət olun səsləri bağlayaq. Burada qeyd etməmişəm, amma qiymətləndirmə bölümü də var ki, prinsiplərdən biridir. Qiymətləndirmə nədir? Həm özünü qiymətləndirmə, həm müəllimi qiymətləndirmə, yoldaşını qiymətləndirmə. Yəni, burada artıq nədir? Həm özgüvən yaranır, həm də bir, belə desək, nə yaranır? Uşaqlar arasında yaxşı mənada bir, sən necə yazdın, bir-birindən paylaşmağı öyrədirik uşaqlara ki, sən də onun qiymətləndir, oxu, sən neçə verərdin və yaxud da o səninkini oxusun. Artıq burada bir rəqabət yaranır, amma sağlam rəqabət yaranır. Daha sonra isə mühit, yəni mühit nədir?
düzgün, sağlam mühit, yəni özgüvəndə hiss etsinlər. Onlar üçün fərdi öyrənmək üçün rahat şərait olsun. Hər hansı bir, məsələn, uşaq var ki, parta arxasında yaza bilmir, ona çətindir. Onun üçün hər hansı bir künc arxaya keçə bilərsən, sən özünü harda rahat hiss edirsənsə, orada bu tapşırığı yerinə yetirə bilərsən. Bu kimi şəraiti yaratmağımız vacib faktorlardan biridir deyə bilərəm. Daha sonra isə keçək digərinə. Praktik nümunələr üzərinə keçməzdən öncə bir şey də nəzərinizə çatdırım ki, differensial tədris sağlam uşaqlara da yaxşı təsir edir. Paraleldə əlilliyi olan uşaqlar üçün də əlverişli bir ortamdır. Yəni, biz onları da nəzərə alırıq və onları dərs prosesinə qatırıq. Necə ki, inklüziv təhsil deyirik. İnklüziv təhsil nədir? İnklüziv təhsil daxil olmaq deməkdir. Yəni, biz onların ortamına daxil oluruq və paraleldə differensial tədrislə də birlikdə həmin əlilliyi olan uşaqları da tədrisə də beləcə təşviq edirik. Yəni, onlar necə bacarır? Onlar da özünü göstərməyə, özgüvənləri artsın. Məsələn, bilirik ki, əlilliyi olan uşaqlar görürsüz oxumada, yazmada çətinlik çəkirlər, görmə çətinliyi ola bilər, eşitmə əlilliyi olan uşaqlar ola bilər. Onlar üçün də onlara uyğun bir tapşırıqlar yaradaraq, onları da bu prosesə daxil edə bilərik. Deməli, differensial tədris bütün uşaqları müxtəliflik, qeyd etdiyim kimi nədir? Müxtəliflikdir. Yəni, müxtəlif şəkildə öz fikirlərini deməyə şərait yaradırıq. Burada bir şey də qeyd edim ki, diferensiallıq dedik müxtəliflikdir. Burada scaffolding deyilən bir deyim də var. Düzgün kömək etmək. Diferensiallıq nə deməkdir? Daxil etmək. Bu sinif şəraitindədir. Amma scaffolding isə tədris proqramıdır. Bu daha geniş bir məfhumdur ki, birinci tədris olmalıdır ki, daha sonra biz onu dərsin içinə gətirə bilək. Yəni, bu da önəmli faktorlardan biridir. Burada Vygotsky nəzəriyyəsinə də bir nəzər yetirsək, görürük ki, sosial inkişaf nəzəriyyəsində qeyd olunur bunun haqqında ki, sosial inkişaf nəzəriyyəsində uşaqlar sosiallaşaraq inkişaf edə bilər. Yəni, özlərini harda rahat hiss edirlərsə, orada onlara şərait yaratmalıyıq. Yəni, istiqamət veririk. Diferensial tədrisdə biz onlara nə edirik? Tapşırığı veririk. Amma scaffoldingdə istiqamət veririk. Bura qədər aydındır hər Bir kəsə. şey soruşa bilərəm. Buyurun. O 5-ci var idi qiymətləndirmə. Mən orada qaldım. Oradan qeyd götürə bilmədim. Bir dənə nəsə Aha. deyə bilərsiniz, zəhmət olmasa. Qiymətləndirmə, yəni həm özünü qiymətləndirmə var burada, həm yoldaşını qiymətləndirmə, həm də müəllimi qiymətləndirmə. Yəni verdiyimiz tapşırıqlara uyğun uşaqlar bir özləri arasında sağlam bir rəqabət yaradırıq. Özünü qiymətləndirmə. Mən bunu yazmışam. Özünü necə qiymətləndirərdin? Burada özgüvən bir yaratmaq üçün belə bir şərait yaradır uşaqlar üçün. Anladım. Çox sağ olun. Təşəkkür edirəm. Buyurun. Praktik nümunələri qeyd edim burada. Bir neçəsini qeyd etmişəm. Eyni mövzunu əslində bunun haqqında paralel. Çünki differensiallıq özü nədir? Səviyyələrə uyğun izah edirik. Eyni mövzunu fərqli şəkildə təqdim edir. Dəstəyə ehtiyacı olanlara isə şəkilli və yaxud da sadə izah. Uşaqlar ola bilər ki, məsələn, hər hansısa bir şəkilləri veririk onlara, sən şəkil üzərindən danış. O daha çox özünü ifadə edərək, sözlə. Təəssüflər olsun ki, indi uşaqlarda ən çox gördüyümüz nədir? Özünü ifadə bacarıqları çox aşağıdır. Məsələn, hər hansı bir şəkli verirsən, deyirsən ki, danış və yaxud da hekayə qur, bunda çətinlik çəkirlər. Nə üçün belədir? Çünki biz onlar üçün bu şəraiti yaratmamışıq. Ancaq test, yazı, bəzi uşaqlar var ki, yazaraq özünü ifadə edə bilir. Ancaq gəl onu tətbiqdə və yaxud da sözlü şəkildə onu ifadə etməkdə çətinlik çəkirlər. Yazılı tapşırıqlar əvəzinə biri cizgi çəkə bilər, biri hekayə yaza bilər, biri təqdimat edə bilər. Hədəf nədir burada? Hamı eyni mövzunu öyrənir, amma fərqli yolla. Yəni, sonda nəticə etibarilə nə əldə edirik? Mövzunu öyrədirik, sadəcə uşaqların öyrənə biləcəyi formada.
Yəni burada eynilik yoxdur, müxtəliflik var. Differensial tədrisin belə desək, ana xətti odur ki, müxtəliflik yaradır. Həm fərqlilik, həm də müxtəliflik yaratsın. Mənim üçün nələr tövsiyə edərdim? Uşaqları tanımaq, müşahidə etmək, qeyd etdiyim kimi. Burada bir qeyd dəftərimiz olması deyim, belə desək, diaqnostik bir vərəqimiz olması ki, bu ilk öncə sentyabr ayında olsa nə gözəl ki, il boyu biz artıq bilirik ki, uşağımızın potensialı nədir? Şagirdimizin hansı potensialı var? Hansı xətt üzərindən getməliyik? Tapşırıqları asandan çətinə doğru. Bax, bu çox önəmlidir. Asandan çətinə doğru. Yəni, direkt biz sinifə girdik, nədir? Biz tapşırığı verdik, uşaqlardan tələb edirik. Xeyr, burada artıq asan verməliyik ki, çətinə doğru. Bir şey də qeyd edim ki, bu hər yaş kateqoriyasına düşünürəm uyğundur. Bizim şagirdlərimiz, övladlarımız da, əgər bir hamımız burada valideynik. Nədir? Asan tapşırıqları düşünürəm ki, edə bilmirlər. Yəqin ki, bu hər kəsin qarşılaşdığı bir praktikadır deyim, ya bir şəraitdir deyim ki, asan tapşırıqları görürsünüz ki, edə bilmir. Əksər şagirdlər asanı edə bilmirlər. Nə üçün? Yəni belə bir sual. Səbəb nədir sizcə? Axşamınız xeyir müəllimə. Səbəbi Səbəb mən onda görürəm ki, müəllimə olaraq mənim özümdə də var, elə səhv eləmişəm. Belə ki, mən uşağa yönlənirəm ən çətini başa salmaq üçün. Sonra bax, sən asan bir şeyi niyə səhv elədin? Bu elementar bir şey idi deyirsən də məsələn. Çünki biz fikirləşmirik ki, o deyirik ki, hə də asandır bunu eləyəcək, amma onu üstündən biraz keçirik, çətinə köklənirik. Məncə ona görədir. Bəli. Yəni mənim özüm də Abdüşehid vaxtı müəllim o qədər çətin tapşırıqlar işlədirdi ki, primitiv şeyi görürdüm. Mən orada nəsə axtarırdım ki, yox, burada bu cavab belə tez tapa bilmərəm də mən. Nəsə var burada, nəsə var. Mən niyə tez tapıram bu cavabı? O qədər çətin şeylər işlədirdi ki bizə. Ona görə də ola bilər. Bəli. Başqa? Müəllimə, mənə elə gəlir ki, bu diqqətlə də bağlıdır. Çünki biz diqqətimizi həmişə çətin şeylərə veririk, amma asan şeylərə vermirik. İstərsiniz burada asan şeylərə qeyri-ixtiyari diqqətlə baxırıq, amma çətin şeylərə ixtiyari diqqətlə baxırıq. Bu da mənə gəlir ki, bunun təsiri böyükdür. Bəli. Diqqət də çox önəmli faktorlardan biridir ki, adi həyat tərzimizdə belə biz görürsüz ki, bəzi şeyləri gözdən qaçırırıq. Çünki bizə adi gəlir, asan gəlir. Yəni, tutalım, bu masadır da, masa burada olmalıdır. Amma onun detallarına varırıqmı? Bunu detallarına varmırıq. Yəni, baxın, bilmirəm, indi sadə bir praktika demək istərdim. Qolunuzda saat var. Kimin qolunda saat var? Məsələn, burada Mənim. aha. Gəlin sizin üzərinizdən gedək. Saat Hı-hı. olan varsa desin, onu da yəni edə bilərik. Neçə nəfərin qolunda saat var? Mənim də yoxdur düzdür, amma yenə də Çünki olsun. işdən çıxıb mən qatılmışam, amma əynimi dəyişməmişəm yəni. Aha, olsun. Tamam, o zaman sizin üzərinizdən görüntünü aça bilərsiniz. İmkan var Xeyr, görüntünü açmağa. xeyr, Tamam. görüntünü açmıram. O zaman digərlərdə istərdim ki, bu belə desək, buna diqqət yetirək ki, əslində bizim üçün gündəlik gördüyümüz bir şeylərə o qədər də belə səthi yanaşırıq. Bax, ona görə uşaqlar da asan olan tapşırıqları edə bilmirlər. Qolunuzda saat var. Zəhmət olmasa əlinizi saatın üstünə qoyun, bağlayın. Bax, belə bir şəkildə. Hı-hı. Bağladınız. Saatınızın belə desək, hansı brendə məxsus olduğunu deyə bilərsiniz, əgər brenddirsə. Yox, adi bildiyimiz saatdır. Adi bildiyimiz, tamam. Kəməri varsa nə rəngdədir? Kəmər deyil, qızılı saatdır. Qızılı saatdır, tamam. Forması nə formadadır? Qalın, Nə? qalın. Aha, Yuvarlaqdır yaxşı. nədir? Kvadratdırmı? Kvadrat deyək, tamam. Yaxşı, deyə bilərsiniz mənə, saatınızda saniyə, yəni saniyəni göstərən əqrəbi var? Var, hər biri var.
Hər biri var, hər üçü var. Tamam. Deyə bilərsiniz rəqəmlərdir yoxsa sadə rəqəmlərin Rəqəm, göstərilib? rəqəm. Bəli. Rəqəmlər göstərilib. Rum rəqəmidir yoxsa bildiyimiz rəqəmlərdir? Adi bildiyimiz. Adi rəqəmlərdir. E, Görünür ki, siz saatınıza diqqət yetirmisiniz. İndi e, təşəkkür edirəm Elvina xanımdan. Buyurun. Bəli, Aha, bəli. aha. E, Digər müəllimlər olsun, tələbələr olsun. Biz neçə nəfər saatın içindəki əqrəblərə Rum rəqəmidir və yaxud da adi rəqəmdir olduğuna diqqət yetiririk. Şəxsən mən o qədər diqqət eləmirəm. Yəqin ki, Mən baxın, saatı çox bəyənirəm. Buna görə də yəni ki, baxın, çalışdığım baxın. Bəyəndiyiniz üçün. Bəli, sevdiyinizə görə, ona dəyər verdiyinizə görə siz bilirsiniz onu. Çünki siz ona fokuslanırsınız. Detallı onu analiz edirsiniz. Çünki Əslində insan sevdiyi şeylərə daha diqqətlə yanaşır. Aha, baxın, əslində çox asan bir şeydir bu. Yəni primitiv, gündəlik həyatımızda olan bir şeydir. Amma nədir? Biz onun detallarına varmırıq. Baxın, asandan çətinə doğru. Bu səbəbdən də bizim şagirdlərimiz də, biz özümüz daxildə biz asana öyrəşdirmirik heç zaman özümüzü. Hər zaman çətinə salmağı sevirik. Düzdür, həyat çətinliklərdən ibarətdir. Ancaq bunun asan versiyası da var axı. Niyə görə direkt çətinə getməliyik? Addım-addım həyat belə desə enişli yoxuşludur. Amma o demək deyil ki, elə enişli yoxuşlu yollarla getməliyik. Düzdürmü? Deməli, asandan çətinə doğru şagirdlərimiz də olsun, evladlarımız da olsun ki, biz ona seçim etmə imkanı verməliyik. Sən asanı da seçə bilərsən, çətini də. Amma birinci asanı etməlisən. Baxın, tələbələrin 80%-i belə müşahidə edən zaman asan tapşırıqların heç birini düz etmirlər. Çünki onlar çətinə fokuslanırlar. Qeyd etdi bir neçə dəqiqə öncə xanım ki, mən heç vaxt edə bilmirdim. Niyə bu asan olmalıdır? Yəni asanı qəbul edə bilmirik elə bir. Baxın, bu var bizdə. Şagirdlərimiz də bunu alışdırmırıq. Dərslər qrup və fərdi işlər balansını qoruyun. Fərdi şəkildə də edə bilərlər. Qrup şəklində də edə bilərlər. Əslində qrup işləri çox rahatdır. Sinif şəraitində düşünürəm ki, bunu etmək daha rahat olur ki, çünki nəticəni də tez əldə edə bilirik və bütün qrupun fikri ortaq məxrəcə bir nəticə çıxartmalıdır. Burada artıq paylaşmaq, bir-birini dinləmə bacarıqları formalaşır ki, burada onlara diqqət yetirməliyik. Qiymətləndirmədə nəticədən çox prosesə diqqət edirik. Yəni qiymətləndirmə nədir? Yazdın, bitdi, hə, afərin. Amma hansı səyləri göstərib? Ən azından 10 sualdan ikisinə cavab verib və yaxud da deməli ikisini qiymətləndirməliyik. Əsas burada nədir? Səy var. Yəni bir proses gedib. Ola bilər çoxunu səhv yazıb, amma bəlli bir proses gedib, bir əziyyət çəkilib burada. Bu səbəbdən də biz uşaqların öz imkanlarına görə, yəni kim necə bacarırsa, o cür edə bilər. Həm şərait yaradırıq, həm də ona uyğun qiymətləndirmə edirik. Salam, bir şey deyə bilərəm. Buyurun, buyurun. Əslində öyrənmə prosesini uşaqlar üçün daha çox bir rəqabət halına gətirdikləri üçün, yəni biz öyrənməni əslində kəşf eləmək, mənimsəmək, həyatımıza tətbiq eləmək üçün edirik də, təhsil əslində bizim həyata uyğunlaşmağımız və həyatımızı daha yaxşı bir hala gətirməyimiz üçün nəzərdə tutulur. Elmləri onun üçün öyrənirik. Yəni elmi elm edən bizə onun verdiyi faydalardır. Ancaq bu rəqabət və həm valideynlər arasında, həm də uşaqlar arasında bir-birini qarşı müqayisə nəticəsi verdiyi üçün bu da uşaqların həm psixologiyasına mənfi təsir göstərir, həm də elmi artıq bir yarış yeri kimi görürlər. Rahat öyrənmə, kəşf eləmə kimi görmürlər. Bəli, tam razıyam. Baxın, biz mütəmadi Finlandiya təhsilini nəzər yetiririk, nümunə gətiririk, Çinlilərin təhsilinə nəzər yetiririk, daha sonra İsveç təhsilinə baxırıq. Niyə onlar öndədir? Biz bu qədər təhsilimizi yəni önəmli olduğunu, baxın deyirik, inklüziv təhsil, diferensial təhsil
və paralelində onları nümunə götürürük, amma təəssüflər olsun ki, onları nümunə götürürük, amma tətbiq edə bilmirik. Baxın, Çinlilər nə səbəbdən irəlidədir? Çünki onlar praktik öyrədirlər. 3 yaşında uşaq nə edir? Hər şeyi bacarır, özünün xidmət bacarıqlarını bacarır. Çünki buna şərait yaradılır. İstər Finlandiya təhsili olsun, Finlandiya təhsili də paralelində toxunaraq belə bir şərait yaradılır uşaq üçün ki, uşaq hər şeyə, belə desək, hər cür formada öyrənə bilsin. İsveç təhsili də elə. Yəni paralelində biz bunları bilirik, amma sadəcə bilirik. Tətbiq edirikmi? Nə qədər tətbiq edirik, o da sual altındadır. Çünki hazırda məktəblərdəki təhsil sistemimiz, düzdür, inklüziv təhsil var, diferensial təhsil də onun içinə daxildir. Amma KSG-lər, BSG-lər olsun, istər valideynlər olsun, istər uşaqların psixoloji durumu olsun, təhsilimizdə nə qədər boşluqların olduğunu bizə deyir. Dərsliklərimiz də çətindir. Baxın, dərsliklərimizdə biz qeyd etdiyimiz kimi uşaqların müxtəlif öyrənməsi üçün şərait yoxdur. Sadəcə bir istiqamət var. Əgər ibtidai sinifdə dərsliklərinə baxsaq, görürük ki, orada ancaq bir istiqamətdədir. Yəni, oxudur, yazıdır və yaxud da fikrini ifadə etməkdir, anlamadır. Amma digərləri nəzərdə tutulmayıb. Yəni, burada da artıq bizim hər hansı bir boşluqlarımız var ki, biz də bunları bacardığımız qədər, nə qədər bacarırıqsa, indi aradan götürməyə çalışırıq, təlimlərlə və yaxud da hazırlıqlarla dəstək oluruq. Amma nə qədər aradan götürürük, o da yəni sual altındadır. Diferensial tədrisin faydalarını qeyd etdim. Nədir faydaları? Hər uşaq öz tempində öyrənir, motivasiyanı artırır, sinifdə inklüziv və ədalətli mühit yaradır, müəllim və şagird arasında qarşılıqlı hörmət formalaşdırır. Yəni, müəllim şagirdə hörmət edir. Yəni, sən də varsan, mən sənin fikrinə hörmətlə yanaşıram. Sən necə öyrənə bilirsənsə, mən sənə o cür öyrədəcəyəm. Baxın, bunu aşılayır, bunu ötürür. Və yaxud da şagird müəllimi dinləyir. Nə üçün? Çünki o, ona hörmət olunduğunu hiss eləyir. Mən fərdəm, mənə fərd kimi yanaşılır. Bu da çox önəmlidir. Aşağılayaraq yox, sən heç nə bilmirsən, otur aşağı və yaxud da sən 2 aldın, bu kimi sözlərlə yox. Sən bunu bacarmısan, afərin. Yəni, bu da önəmlidir. O balansı saxlamaq çox önəmlidir. Müsbət, mənfi, müsbət anlayışı var. Yəni, müsbəti deyirik ki, uşağın beləsə motivasiyası artsın. O mənfini arada deyirik ki, o motivasiya düşməsin və yenə də müsbəti deyirik. O balansı qoruduğumuz təqdirdə uşaqda artıq istədiyimiz nəticəni də əldə edə bilərik. Nəyi unutmayaq? Eyni dərmanı hər xəstəyə vermirlər. Eyni dərsi də hər uşağa vermək olmaz. Təhsil fərqlilikləri tanımaqla ədalətli olur. Baxın, bu da çox önəmlidir. Biz xəstə olduğumuz zaman xəstə olmayaq, bunu arzulayıram hər birimizə, amma həyatda insanıq, xəstə ola bilərik. Biz nə edirik? Eyni xəstəliklə həkimə müraciət edir, amma eyni dərmanı mı yazır hamımıza? Xeyr. Dərs proqramı da, dərs sistemi də elədir. Eyni ola bilər, amma onu müxtəlif etmək, fərqi belə şaxələndirmək bizim əlimizdədir, biz müəllimlərin əlindədir. Təhsil fərqlilikləri tanımaqla ədalətli olur. Baxın, nə vaxt ki, ədalətliliyi qoruduq, deməli orada bir fərqlilik var. Biz uşaqlara fərdi yanaşdığımız təqdirdə, orada bir ədalətdə biz qorumuş oluruq. Nəticə etibarilə nə əldə etdik? Diferensial tədris hər uşağın parladığı bir sistemdir. Yəni, özünü tapdığı bir sistemdir. Müəllim bütün uşaqları eyni hala salmaq yox, hər uşağın güclü tərəfini tapmaq üçündür. Yəni, güclü tərəflərimizi, baxın, biz böyüklər də, müəllimlər olaraq da bizim güclü tərəflərimiz var, zəif tərəflərimiz var. Güclü tərəflərimizi tapmaq üçün özümüzə bir dönməyimiz lazımdır ki, mən nəyi yaxşı bacarıram?
Məsələn, bir müəllim ola bilər ki, yaxşı nitq qabiliyyəti ola bilər. Bir müəllimin yaxşı əl qabiliyyəti ola bilər. Bir müəllimin yaxşı yazı yazmaq bacarığı ola bilər ki, deməli, biz də fərqliyik, uşaqlar da fərqlidir. Biz fərqli olduğumuz kimi uşaqlarda da bu potensialı axtarıb tapmağa, onların güclü tərəflərini tapmağa biz onlar üçün münbit şərait yaratmalıyıq. Belə mənim deyəcəyim əslində differensial tədris, inklüziv tədrisin içində olduğuna görə onun bir hissəsidir ki, biz müxtəliflik bildiyimiz kimi inklüziv nədir? İrqindən, dinindən asılı olmayaraq, dərsin rəngindən asılı olmayaraq bütün hər kəsin təhsil almaq hüququ var. Yəni biz onların belə qeyd etdiyim kimi dünyasına daxil oluruq, onları tədrisə daxil edirik. Differensiallıq da onlara aiddir. Mən istərdim ki, çox uzatmaq da istəmirəm. Əgər suallarınız varsa bir qayıtmaq istərdim ki, nələrin üzərindən keçdik bu günləri. Differensiallıq nədir ilk öncə? Daha sonra differensiallığın prinsiplərini öyrəndik ki, hansı prinsiplərə riayət etməliyik dərs prosesində, hansı ardıcıllığı qorumalıyıq. Sonra burada niyə vacibdir, vacibliyini vurğuladıq ki, hər uşaq fərqli öyrənir. Bunun üçün də uşaqlara belə bir şəraiti yaratmalıyıq. Uşaqların fərqlərini, hansı fərqləri var, nələrə diqqət yetirməliyik, maraqlarına uyğun tapşırıqlar hazırlamalıyıq. Differensial tədrisin prinsiplərini vurğuladıq. Məzmun, proses, nəticə, bir də qiymətləndirmə var idi burada. Mühit də vacib faktorlardan biridir. Praktik nümunələr kiçik də olsa dedik. Daha sonra müəllimlər üçün hansı tövsiyələrimiz var, onları da dedik. Faydalarını qeyd etdik, nələri unutmamalıyıq, nələrə riayət etməliyik, nəticə etibarilə differensial tədris nədir və beləcə hər birinizə təşəkkür edirəm. Əgər sualınız varsa, buyura bilərsiniz. Xeyr, yoxdur. Gözəl, başa Xeyr, sağlıq. çox sağ Təşəkkür olun. edirəm. Çox sağ olun. Sonra xanım, sizdən bir söz soruşa bilərəm. Deməli, sırf repetitora vermək istədiyiniz məsləhət nə olar? Yəni, məktəbdə praktikada olmayıb, hələ yeni-yeni başlayır. Ona nə demək istəyərdiniz? Məsləhətiniz nədir repetitora? Repetitorlar. Baxın, Bəli. hazırda repetitorlarla məktəb müəllimlərinin bir belə desə, hardasa rəqabəti də gedir deyimmi, ya necəsə repetitorlara o da, yəni siz hansı sahəni bitirmisiniz? Repetitorsınız, amma hansı ana olaraq hansıdır sahəniz? Tip. İxtisasım tipdir. Sadəcə repetitor kimi də fəaliyyət göstərirəm hal-hazırda da. Sadəcə indi əlavə məlumat istəyirdim də daha yaxşı bilim deyə. Anladım. Əgər ümumiyyətlə təhsil belə desək sistemindən, metodikadan məlumatsızsınızsa, məsləhət görərdim ki, bu yöndə təhsil alasınız. Ən azından pedaqoji təhsil olsun. Əgər buna da şansınız, yəni belə desək, vaxt etibarilə və yaxud da şansınız yoxdursa, zaman açısından vaxt ayıra bilmirsinizsə, məsləhət görərdim ki, çox gözəl seminarlar, vebinarlar verilir. Elə bu platformanın özündə olsun, bir neçə platformalar var, Instagram üzərindən olsun. Və ixtisas artırma kursları var. İxtisas artırma kursları Elmi Tədqiqat İnstitutunda da var. Yəni bu sahədə özünüzü beləcə gəlişdirin türklər demişkən. Dayanmayın, inkişaf edin, maariflənin. Çalışıram inşallah. Çünki baxın, ilk öncə məsləhət görərdim ki, uşaq psixologiyasını öyrənəsiniz. Çünki əgər uşaqlarla işləyiriksə, biz uşaq psixologiyasını mütləq bilməliyik. Yəni qarşınıza gələn uşağın halından, görünüşündən, danışığından, əhvalından siz onu anlamağa çalışmalısınız ki, bugün nə baş verir? Yəni mən ona bugün dərs keçə bilərəmmi, yoxsa yox? Və yaxud da istədiyim nəticəni əldə edə bilərəmmi, yoxsa yox? Və yaxud da bilirik ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar var. Bu sahəni də, yəni bu sahə ilə də qarşılaşa bilərsiniz. Əgər repetitorluq etmək istəyirsinizsə və yaxud da deyirsiniz ki, yox, mən ancaq
tipik uşaqlarla çalışmaq istəyirəm. O artıq yəni sizin seçiminizdir ki, əgər bu sahədə özünüzü inkişaf elətdirmək istəyirsinizsə, dayanmadan maariflənin. Mütləq metodikanı öyrənin. İnklüziv təhsillə də bağlı var, kurslar var, vebinarlar var, ödənişli, ödənişsiz. Çalışın, maariflənin. Çünki qeyd etdiyim kimi ilk öncə psixologiyadır. Psixologiyanı bilməsək, biz valideynlə də danışa bilməyəcəyik. Qarşımızdakı şagirdi də anlaya bilməyəcəyik. Hansı tapşırıqları verək? İnklüziv sistemdə dərs keçəkmi? Nə edək? Baxın, ortada qalmış kimi olacaq. Ona görə ardıcıllıq bir struktur olmalıdır tədris proqramında. Mütləq şəkildə təlimlər alın bu sahədə ki, özünüzü maarifləndirəsiniz. Çünki həm özünüz üçün yaxşıdır, həm valideyn sizə müraciət edən zaman sizə güvənərək müraciət edir ki, bəli, sizin bu sahədə bilginiz var və bir də siz uşaqla çalışırsınız da, yəni onu belə desək, əmanətdir. Uşaqlar nədir? Bizə əmanətdir və onları necə ağ kağızdır, biz onlara nə yazsaq onların beyinlərində həkk olur. Yəni səhv yönləndirsək artıq səhv yöndə gedəcəklər. Bu səbəbdən də çalışın, özümüz daxil bütün müəllimlər zaten dayanmadan maariflənirik. Baxın, bu webinar günün sonudur, yorğun olsaq nədir? Burada bir-birimizdən öyrənirik. Çünki paylaşırıq. Elmdə Evet. paylaşdıqca çoxalır. Axşamınız xeyir Zuhra xanım. Axşamınız xeyir olsun. Əvvəla təşəkkür edirəm. Çox sağ olun Minnətdaram. məlumatlarınız üçün. Zuhra xanım, deyirsiniz differensiallaşmada, yəni hər bir uşağın səviyyəsinə uyğun yanaşma. Bunu Evet. summativlərdə necə tətbiq etmək olar? Adətən summativlərdə 2A variantı, B variantı eləyirik. Onlarda da sadəcə məsələn riyaziyyatda rəqəm dəyişir də, yəni elə bir fərq olmur. Bunu zəif oxuyan uşaqlar zəif yazırlar, yaxşı oxuyan uşaqlar yaxşı yazırlar. Bu necə bu yanaşmanı burada necə tətbiq edə bilərik? Müəllimə, Zəiflər olar bir xaricə kəlmə mən də deyim, sonra siz deyəsiniz. Buyurun. Və onu Buyurun, buyurun. bilirik də, bir müəllimə ki, mən də ingilis dil müəlliməsiyəm. O başdan birinci 10 dənə əgər sual hazırlayırıqsa, məsələn, birinci, ikinci, üçüncü, dördüncü sual 5 ballıq olur. Ki ən hasandından ən azından yaza bilsin ki, o uşaq ən zəiflər 1-3 ala bilsin. Sonra yavaş-yavaş o qalxır. 5 ballıqdan sonra keçirik 10 bal, sonra 15, ən axırıncı da 20 bal veririk. Bu o uşağın öz fikrinin inşa falan yazsa belə bir şey olmalıdır. Yəni ki, azdan çoxa doğru gedirsiniz də müəllimə. Asandan çətinə, bilirəm o asandan çətinə, amma onda yenə də gəlir uşaq 61 alır ən yaxşı halda və yaxud da 60 alır da. Mən istəyirəm məsələn 60 almasın, o da öz səviyyəsinə Neçə uyğun alsın? olaraq. O mənada. 60 ay müəllimə 3-dür də elə. Bəli, bəli. İstəmirəm də 3 alsın. Çünki onu 3 yox, məsələn 3-dən biraz yuxarıda görürəmsə. Hə, biraz artırmaq istəyirsiniz. Yəni deyirəm ki, çox aşağı, yenə də o bir uşaqlar üçün o da çox zəif Sadə suallar düsturlardan olur. yazdırın da müəllimə. Sadə düsturdan olan misallar indi düzdür mənim fənnim deyil. Başa düşürəm. Yəni deyirəm o yaxşı oxuyanlar üçün o çox sadə olur da. Onlar 5 dəqiqə yazırlar onu. Yaxşı oxuyanla o zəifi də axırıncı baldan hesablayırsınız da 20 ballıq suala. Ən axırıncını hamı yaza bilmir. Ən yaxşılar yaza bilir. 100 bal alanlar yazır. Çox sağ olun müəllimə. Lalə müəllimə, burada deyə bilərəm, təşəkkür edirəm fikriniz üçün də. Fərqli yanaşmadır. Bir şey məsləhət görə bilərəm. Baxın, deyirsiniz ki, zəif oxuyanlar var. Baxın, elə bizim differensiallıq dediyimiz əsasən də BSG, KSG-lərdə tətbiq olunsa, bütün uşaqlar tapşırıqları öz beləcə potensialına uyğun yazar və qiymətləndirməni də düzgün alar. Baxın, məsələn, sinifinizdə zəif oxuyan uşaq var, amma ən azından bilirsiniz ki, götürək birinci sinif səviyyəsini. Ən azından bilirsiniz ki, uşaq nə edə bilir? Məsələn, 10 hərfi tanıyır. Siz də ona xüsusi test hazırlayırsınız. Zaten bu testləri sizlər hazırlayırsınız da bildiyim qədərilə. Bəli, bəli. Bəli. Məsələn, sinifdə bilirik ki, 5 uşaq sadəcə 10 hərfi bilir. Deməli, biz onun üçün testi sadəcə 10 hərfi əhatə edəcək tərzdə hazırlayırıq. Digər mövzuları salmasaq, o ondan da əziyyət çəkə bilməz.
Çünki onun nədir? O bu istiqamətdə bilir. Məsələn, gələn BSG-də daha 20 artıq artırırıq da. 20 hərf. Daha sonra digər, amma baxın, orada digərlərinə haqsızlıq olmur. Çünki yüksək, yaxşı bilən dərsi zaten o yaxşı səviyyədə eləyir. Bütün proqramı zaten bitirmisiniz. O bütün proqramı mənimsəyib. Bəli, ona uyğun test, bütün proqram beləsə orada olmalıdır. Amma bu uşaq da bütün proqramı mənimsəyə bilməyib. Amma bilirsiniz ki, ən azından 10 mövzudan 3-ünə bələddir. Deməli, sualları o əsnada salmalısınız ki, məsələn, 3 mövzuya aid sual salın. Yəni bu mümkündür də deyə düşünürəm. Bəli, mən elə bir şey etmişəm, amma ki, tutaq ki, bu 3 siz dediyiniz kimi də mən bilirəm ki, bu uşağın potensialı nədir, ona uyğun suallar salmışam. Ona uyğun suallar salanda o da 80 bal alıb. Bu uşaqlar ki, səviyyəsi nisbətən yuxarıdır, onları da bütün mövzunu, bütün bölməni mövzunu əhatə eləmişəm. Onlardan da 80 bal alıb. Ona görə belə çox fərq istər olmadı ki, yəni bu uşaq aşağı səviyyədə bilir, bu da 80 bal aldı. Amma baxmayaraq ki, onun səviyyəsinə. Aşağı Bəli. səviyyə deyil də, o öz səviyyəsinə görə baxın Bəli. yaxşıdır. Bəli, Baxın, bəli, elədir. Amma kənardan görsən qiymətləndirəni deyirsən 80, 80, bu da 80 aldı, bu da 80 aldı da. Yəni nəticə etibarilə. Baxın, nəticə əslində ədalətlidir. Burada ədalətlilik qorunub. Sadəcə bunu sinif ortamında, uşaqlar arasında rəqabət əgər düz qurulubsa, o məsəl üçün 80 bal o öz səviyyəsinə uyğun, o mövzunu bilir deyənə 80 alıb. Sən də bütün mövzuları bilirsən deyənə, məsəl üçün biz necə uşaqlar arasında sağlam rəqabət yox, təəssüflər olsun ki, belə desək, yersiz rəqabət yaranıb indi ki, mən 80 aldım, çünki valideyn də uşaqdan nə soruşur? Gələn kimi neçə aldın BSG-dən? KSG-dən neçə aldın? Bizim sualımız budur. Və yaxud da müəllimlər də ona çalışır ki, BSG-lərdə yüksək ballar olsun. Amma burada səviyyə var da. Əgər diferensiallıqdan danışırıqsa, ədalətlilikdən danışırıqsa, deməli sinifdə 10 uşağın və yaxud da 30 uşaq varsa, 30-u da 80 bal ala bilməz. Əgər bu 80 balı alırsa hamı, deməli hərə öz səviyyəsinə uyğun alır. Bəli. Başqa cür də edəndə görürəm ki, o zəif uşaq çox aşağı alır da. Məsələn, 40 Baxın bal orada alır, 50 bal alır. O da Bəli. yəni bu normal bir şeydir. Çünki mövzuya bələd deyil axı. Tutalım Deməli bu düzgündür, hə, müəllimə, sizin belə yanaşmanız. Bu müəllimənin işi kimi bizdə də olur, düz deyir. Elə də Bəli, olur. bəli. Belədir. Çünki başqa cür, yəni uşaqlara başqa cür yanaşsaq, baxın, uşaq var 10 dairəsində bilir. Uşaq var 20 dairəsində, hətta 100 dairəsində edir. Yaxşı, siz o 10 dairəsində edən şagirdin qabağına 100 dairəsində misal qoya bilərsiniz? Mümkün deyil. Adi bir 4-cü sinifin materialı var. Bir uşaq çox zəifdir. O biri uşaqlar 15-dən 13-ün düz yazdılar. Amma o bir uşaq ki, hansı ki çox, yəni qavraya bilmir də 4-cü sinifin ağır materialı, ağır gəlir ona. O uşaq 5 dənəsini düz yazdı. Yəni 5 dənəsini düz yazanda da o uşağın balı çıxır 40 bal, 50 bal, yəni bu civarda. O da yəni heç keçid balı deyil və yaxud da uşağı ruhdan salır. Sən deyir o bu uşaq 85 yığıb, mən yığmışam 50 bal. Başlayır ağlamağa, belə özünü. Baxın, orada özgüvənsizlik Bəli. yaranır. Mən ona Gələn tərif dərs deyəndən yəni sonra, bəli, tərif deyəndən sonra ki, sən bunları bilirsən, sən bundan daha yaxşı biləcəksən, yəqin ki, diqqətsiz olmusan, daha diqqətli ol. Bunu deyəndən sonra gözün yaşını sildi də. Ona görə deyirəm, yəni bu diferensial yanaşmadırsa, onda eyni testi verməyim də o uşağa. Başqa cür test verim. deyir. Başqa cür test Bu verəndə də dediyimiz də, bax dedik ya, uşaqların bəli, başqa cür test potensiallı verəndə də o olmalı. da yüksək bal alır. Valideyn deyir, nətər Miran 80 aldı, mənim də uşağım 80 aldı. Eyni səviyyədədir. Axı bildiyim qədər Miran çox yaxşı oxumur və s. Müəlliməm. Bizim yaralı yerlərimizdir bax bu. Bəli, valideynlərin, baxın, burada valideynlərin də artıq sağlam rəqabət, qeyd etdiyim kimi, sağlam rəqabət deyil bu artıq. Bal rəqabətidir. Mənim övladım 90 bal aldı, sənin övladın 80 bal aldı, amma nəticə etibarilə özünü ifadə yoxdur, test yönümlüdür. Bizim şagirdlərimiz, övladlarım test yönümlüdür. Baxın, nəyə görə bu qədər repetitora ehtiyac var? Niyə görə bu qədər təlimlərə ehtiyac var uşaqlarda?
Yəni maddi, mənəvi istər-istəməz vaxtlarından gedir, maddiyyatlarından gedir valideynlərin. Niyə bu qədər tələbat var? Çünki özünə ifadə, anlama bacarıqları çox aşağıdır şagirdlərin. Çünki uşaqların bilik səviyyəsi testlə ölçülür. Bəli. Baxın, bilik səviyyəsi testlə ölçülür. Amma 9-cu sinif olsun, istər 4-cü sinif, istər 1-ci sinif sual verəndə suala cavab verə bilmir. Primitiv sual verəndə, yəni adını, soyadını və yaxud da ailəsi haqqında bir məlumat verə bilmir. Çünki sadəcə test işləyib və anlamadan işləyib. Çox şagirdimiz var ki, anlamadan işləyir. Yenə də bu gəlir maariflənməyə dayanır ki, valideynlərimiz də maariflənməlidir, şagirdlərin özü də maariflənməlidir və bu BSG, KSG olsun, imtahan prosesi nədir ümumiyyətlə, niyə lazımdır, nə səbəbdən yazılır? Bu haqda testlərdən öncə uşaqlara məlumat verilməlidir ki, baxın, bu sizin sadəcə diaqnostik deyək də, bilik səviyyənizi ölçmür. Sizin nəyi bilib bilmədiyinizə biz baxırıq. Yəni uşaq özünü də qiymətləndirə bilər də burada. Ki mən nəyi bilirəm? Aha, mən burada bir çətinliyim var. Mən bu testin cavabını düz yazmam. Deməli bunun üzərindən getməliyəm. Baxın, bunu biz uşaqlara düzgün şəkildə aşılasaq, maarifləndirsək, həm uşaqlar, həm valideyn olaraq, həm müəllim olaraq, müəllimlər arasında da bir rəqabət, yəni sağlam rəqabət yaranar. Nəinki mənim övladım 80 bal aldı, sənin övladın niyə 80 aldı, sənin övladın zəifdir. Çox sağ olun hanım. Maraqlıydı. Siz sağ olun. Mən o seminarda deyirəm, o testlərə görə 4 ildir kəsilirəm universitetdən, 4 ildir. Kolleci Hansı bitirmişəm. testlər? Hazır. Hansı testlər ay müəllimə? MİQ-dən deyirsiz? Xeyr, universitet deyirəm. Universitet. Universitetdə mən universitetə hazırlaşmışam, kəsilmişəm, düşmüşəm ailəvi ev təhsilinə. Ailəvi ev təhsilindən də hazırlaşmışam, qurtarmışam, fərqlənməklə qurtarmışam. Sadəcə də universitetə verə bilməmişəm. Yəni vermişəm, kəsilirəm, verirəm, kəsilirəm. 3-cü qrup olduğunu. Bu il təzədən dizaynerliyə hazırlaşıram. Mənim qrup yoldaşlarım, sinif yoldaşlarım 4-cü kursdur. Artıq mən 4 il kəsilə qalıram universitetə. Təzədən mən hazırlaşıram. Yenə bu il verəcəm. Görək nə olur. Maşallah, həvəslisiz. İnşallah alınar bu dəfə. İnşallah. Başqa kiminsə sualı, fikri? Bir də mənim maraqlı gələn bayaqlar ay müəllimə, o tibbi qutaran necə müəllimlik işləyir? Hansı fəndən dərs keçirdiniz? O müəllimə xahiş edirəm, soruşardım. Məsələn, mənə belə qaranlıq qaldı. Düzdür, Allah hamının öz işi var, öz yolu var deyə bilmərik. Onun öz işidir. O tibbi qutarıb müəllimlik eləyən kim idi o? Elvina xanım idi bildiyim qədərilə səs bağlıdır. Xeyr, mən deyildim. Mən ailəvi ev Yox. təhsili, uşaq psixoloquyam. Nə gözəl. Bizdə bizim rayonda bir müəllim var. Müəllim demirik də. Bank sistemini qutarıbdı. Müəllimlik eləyir. Siz necə? İndi müəllim üçün demirəm, amma ümumiyyətlə misal çəkirəm. Yəni mən bilmirəm siz necə keçirsiniz, ön yarğılı olmaq istəmirəm. Bu bank sistemində işləyən adam idi. İndi həm Azərbaycan dili, həm də ingilis dili dərsi keçir. Məktəbdə. Yox, kənarda. Öz evində. Məktəbdə olmaz. Bir şey qeyd edeyim. İndi hazırki vəziyyətdə belə bir, yəni proseslər, belə bir gördüklərimiz, eşitdiklərimizdən bilirik ki, bu çoxalıb. Çoxdur. Çoxalıb. Hədsiz çoxalıb. Əvvəllər müəllim sadəcə kimə deyilirdi? Öyrədənə. Məktəblərdə çox hörmətlə anılırdı, universitetlərdə. Yəni müəllim sözü bizim üçün əlçatmaz idi da. Yəni müəllimi görüb özümüzü yığışdırardıq, özümüzə çəki düzən verərdik ki, müəllimimiz gəlir. Amma hazırki vəziyyətdə hər kəsə müəllim deyilir. Hörmət edilən hər bir şəxsə müəllim deyilir. Bu sahəsindən, peşəsindən asılı olmayaraq. Və bir şey də var ki, hazırki cəmiyyətdə müəllim peşəsinə hədsiz tələbat var və repetitorlara tələbat çoxaldığına görə mən belə düşünürəm. Yəni mən analiz edib belə fikrə gəlmişəm ki, repetitorlara ehtiyac duyulduğundan və ola bilər, yəni bu sahəyə müraciət edənlər hədsiz çoxalıb.
Və yaxud da mən tanıyıram ki, heç bu sahədə, yəni ixtisası ümumiyyətlə pedaqoq deyil, amma çox gözəl pedaqoqdur. Yəni çox gözəl dərs deyir, bir müəllimdir. Bu tərəfi də var. İnsanlar var ki, müəllim doğulur. Bu peşəni o qədər sevir ki, sadəcə bir təsadüf nəticəsində başqa bir sahəni seçmiş olur. Amma yenə də mən məsləhət gördüyüm kimi, əgər bu sahədə çalışırıqsa, mütləq bu sahədə özümüzü maarifləndirməliyik. Ən azından ilk öncə psixologiyanı qeyd etdiyim kimi ki, hər uşağın psixologiyası fərqlidir, valideynlər fərqlidir, qarşılaşdığımız insanlar fərqlidir. Ən azından bunları bilməliyik və paralelində və hansı metodikadan istifadə etməliyik, bunlara bələd olmalıyıq. Yenə də burada seçim, hər kəsin seçimi, şəxsi fikri, yəni fikrinə hörmətlə yanaşırıq. Amma hazırki dönəmdə hədsiz çoxalıb, yəni hər kəsin Allah yolunu açıq etsin deyərdim. Amma ən azından bu yolu seçmişiksə, nə edirik? Maariflənirik. Öyrənməmək deyir, öyrənməmək eyibdir, öyrənməmək eyib deyil məsələ var. Bəlkə desən səhv dedim, üzrlü sayın ola bilər. Amma yenə də dayanmaq yox, öyrənmək lazımdır. Buyurun Günel müəllim, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Xoş oldu sizi görmək. Hər birinizin axşamı xeyir olsun. Həqiqətən möhtəşəm bir təlim həyata keçirdiniz. Hər zaman olduğu kimi var olasınız. Əməyinizə sağlıq. Sadəcə olaraq sizə təşəkkür etmək istirdim. Sadəcə orada xanımın fikrinə bildirmək istəyirəm. Bu KSG-lərlə bağlı ən yaralı yerimizdir elə hər birimizin. Valideyn olaraq da, müəllim olaraq da. Yəni onu demək istəyirəm, xanım biraz tərəddüd etdi müəllimə. Bir şey ki, orada onu kurikuluma əlavə ediblərsə, yəni inklüziv təhsili, təbii ki, sizin orada fərdi yanaşmanız hər şagirdə o normaldır. Yəni orada sizə heç kim qüsur tuta bilməz. Üzrlü sayın Suqra müəllimə bunu demək istədim. Çox sağ olun, xoşuma gəldi elə bu fikrin. Mən də belə tərəddüd qalmışdım. Bəli, hiss etdim ki, tərəddüd edirsiniz, amma onu nəzərə alsaq ki, inklüziv təhsil məktəblərə salınıb, əvvəl bir uşaq idi, indi artıq 2 uşaq sayını artırıblar. Bunun üçün də yanaşmanız doğru olar, yəni o baxımdan heç narahat olmayın. Bir şey də nəzərinizə çatdırım, Suqra müəllimə, bayaq dediniz, elə burada qeyd etmişəm, bu hazırdakı təhsilimizlə bağlı çox üzrlü sayın zamanınızı alıram. Yəni bizim təhsildə, məsələn, uşaqlarımızın inkişafında ləngiməni nəzərdə tuturuq, düzdürmü? Baxsaq ki, məsələn, bağçalarda, erkən inkişaf dövründə, bağça dövründə 2 yaşından sonra 3 yaşdan 3 yaşa qədər, düzdürmü? Sonra gəlir 4-5 yaşa və ibtidai sinifdə. Baxın, bağçalarımızda hamısına şamil etmirəm. Bağçalarımızda əsasən uşaqların nə zaman, məsələn, inkişaf edici, belə deyim, tədbirlər falan keçirdəndə inkişaf edici nələrsə, oyunlar falan təşkil edirik. Bağçalarımızdan söhbət gedir. Və tədris mərkəzlərində də o qaydada. Sadəcə olaraq bildirmək istəyirəm ki, biz hazırdakı təhsilinlə razı deyilik. Amma niyə razı deyiləm? Mən özüm də eləyəm. Niyə? Çünki uşaqların həm müəllim olaraq, həm valideyn olaraq uşaqların bacarıqlarını əlindən almışıq. Həyati bacarıqlarını əlindən almışıq. Həqiqətən. Bizim dövrümüzdə necə idi? Biz həyətə düşürdük, oyunlar oynayırdıq, sabah nə oyunlar oynayacaqdıq. Bu bizim nəyimizi inkişaf elətdirir. Təbii ki, Suqra xanım, siz bilərsiniz. Həm zehinsel olaraq, toxunma, hiss etmə, inkişaf etmə, bütün hər bir cəhətdən biz inkişaf edirdik. Uşaq da nə zaman inkişaf edir? Oyunlar üzərindən inkişaf edir. Kəşf edərlər. Bəli, kəşf edirdik, oyunlar özümüzdən kəşf edirdik. Məsələn, indi uşaqların siz özünüz görürsünüz, əl motorikaları sıfırdır. Niyə? Çünki heç nəyə toxunur. Mən valideyn olaraq belə deyim, uşağımı hər şeyi hazır aparıram, qarşısına qoyuram ki, buyur, yəni ay tökütməsin, dağıtmasın, heç nəyə əl vurmasın, rahat dur. Amma əslində mən həqiqətən gələcək üçün böyük bir, belə deyim, bomba hazırlayıram da. Bu inklüziv təhsil niyə artır bu qədər? Çünki biz valideynlər onu edirik. Siz təsəvvür eləyin, mənim 9-cu sinif şagirdim var, o yeni gəlib mənə. Bir 9-cu sinif, hətta qız uşağı belə desəm,
özünə bir su töküb içməyi bacarmır. Ana deyir ki, mən ona Bəli. icazə verməmişəm. Bu nə dərəcə doğrudur? Hardasa bir 6-7 Həm də ildən sonra həmin xanım ana olacaq, amma özünü idarə etmə bacarığı yoxdur. Yəni bilirəm, valideynlərlə də indiki dövrdə işləmək çox çətindir, amma müəllimlərimiz əsasən valideynləri bu tərəfdə də maarifləndirsələr çox yaxşı olar. Düzdür, indi uşağa söz deməli deyil, valideyn uşaqdan qabaq gəlir bizim üzərimizə. Təbii ki, Allah bizə güc qüvvət versin, amma yəni ki, həqiqətən düşünəndə biz özümüz səbəbkarıq bunları. Həm inklüziv təhsil baxımından, təhsilimiz də maşallah olsun, o qədər uşaqları yükləyir, ancaq oxu yaz, uşaq əlbəttə ki, necə inkişaf eləsin, onun oyun oynamağa zamanı yoxdur, heç cürə. Ona görə yəni nə uşağı qınanılasıdır, nə müəllimi qınanılasıdır. Ortada qalmışıq, bilmirik neynir. İnşallah yaxşı olar. Bayaq siz xarici təhsildən danışdınız. Xarici təhsildə əsasən nəyə önəm verirlər Suğra xanım? 5 yaşına qədər uşaq özünü dərk eləyir, özünü idarə Ev etməyi tapşırığı bacarır. yoxdur ümumiyyətlə. Bəli. Bunun artıq 5 yaşından sonra 5, 6, hətta 7 yaşından sonra xaricdə təhsil başlayır. Düzdürmü? Bizim dövrümüzdə 7 yaşında biz 1-ci sinifə gedirik. 80-lərdən danışıram, 80-90-cı illərdə. Amma indi nədir? Hətta bildirirlər ki, 4 yaşından uşaq məktəbə getməlidir, məktəbə qədərə getməlidir. Bu Məktəbə uşaq qədərə, özünü bəli. tanımır. Bəli, yeni-yeni inkişaf edən uşaq gedib məktəbdə hansı yükü yüklənə bilər? Yəni bu baxımından çox çətindir. Müəllimələr, Allah sizə səbir versin. Ürəyimiz doludur zaten, danış bitməz. Gecəniz xeyrə qalsın, üzürlü sayın, haqqınızı Xoş haval edin, oldu. Yox, vaxtınıza girdim. fikirləriniz. Təşəkkür edirəm. Və Xoş siz oldu. onu bildirim ki, çox dəyərlisiniz. Var Bəli. olasınız, əməyiniz sağlıq, möhtəşəm bir təlim oldu. Gecəniz xeyrə qalsın, Minnətdaram. Allaha əmanət olun. Minnətdaram. Çox xoş oldu da sizi dinləmək. Allah razı olsun. Buyurun. Əgər fikir bildirməyə sualı olan varsa, buyura bilər. Xeyr, çox sağ olun. Çox Yəni, gözəlsinlər. axşamınız xeyir. Minnətdaram. Günel xanım çox gözəldir. Həqiqətən hal-hazırdakı bizim təhsil sistemimiz, biz əsasən götürük xarici təhsil sistemimizi istəyirik ki, çox yaxşı inkişaf eləyək. Amma hal-hazırdakı vəziyyət o olmadığını biz əslində necə deyim, təhsilə gətirənlər çox da düşünmürlər deyə düşünürəm. Mən bir sualım olacaqdı. Buyurun. Uşaqda diqqəti necə artıra bilərik? Uşaqlar əslində aktiv uşaqdır, amma dərsə gələndə çox diqqətsiz olur. Edə biləcəyi şeyi edə bilmir. Məntiqi deyim, yoxsa diqqətsizlikdən səhv edir. Aha. Necə bunu düzəltmək olar? İndi dedik diqqəti yayınlıqdadır. Yəqin ki, diqqət əksikliyindən əziyyət çəkir. Əgər diqqət Bəli. əksikliyindən əziyyət çəkirsə, baxın, birinci maraq dairəsini araşdırın. Maraq dairəsi nəyi sevir? Onun üzərindən gedin və onu diqqətini korreksiya etməyə çalışın. Məsələn, ola bilər ki, oyuncaqları sevir. Siz oyuncaqlarla onun diqqətini korreksiya edə bilərsiniz. Məsələn, 5 oyuncaq düzürsüz, bunu oyun kimidir, yaşını bilmirəm, bələd deyiləm mən uşağa. Amma əgər diqqətində problem varsa, mütləq diqqəti korreksiya olunmalıdır. Sonra təhsil sisteminə, yəni tədrisə keçirilməlidir. Çünki diqqəti əksik olan uşaqlarda belə desək, suallara düzgün cavab yaza bilirlər və yaxud diqqətlərini toplaya bilmirlər, müəlliməni dinləməkdə çətinlik çəkirlər. Ümumiyyətlə bilirik ki, diqqət yaddaşla paraleldir. Yəni diqqət yaddaşa bağlı olan bir prosesdir. Əgər diqqəti əksikdirsə, yaddaşında da zəiflik hiss edəcəksiniz. Bu səbəbdən də diqqətlə bağlı çox yaxşı iş vərəqləri var və yaxud da diqqət testləri var. Düzdür, bunları psixoloqlar işlədir, amma mən özüm də dərs prosesində işləyirəm deyənə məsləhət görə bilərəm ki, siz də rahat şəkildə istifadə edə bilərsiniz. Sadəcə sevdiyi, belə desəm, maraq dairəsini tapın. Nə üçün? Dərs prosesi ola bilər ki, o proses onun üçün maraqlı deyil. Siz onun maraq dairəsinin üzərindən getsəz, artıq dərs prosesinə də belə desəm, marağı yarana bilər. Sualı verən xanım kim idi, bilmədim. Mən idim, internet deyəsən getdi, məndə dondu. Olsun, rahat olun. Çox gözəl dediniz, həqiqətən maraq sahəsini tapmaq lazımdır. Siz dediniz, diqqət testi olaraq necə bir testlər deneyə bilərəm ki, sırf maraq dairəsini də bilmirəm uşağın.
Amma bilirəm ki, oxusa, etsə, edə bilir. Bilir mövzunu, başa düşüb, amma diqqətsiz olur. Məsələn, riyaziyyat Sevmir. işləyir, o Baxın, qədər primitiv səhvlər edir. Başa düşüb, maraqlı deyil. Baxın, diqqətsizlikdən. diqqəti, Bəli, baxın, diqqəti ya hədsiz şaxəlidir. Yəni bir anda bir neçə yerə paylaya bilir diqqətini. bəli. Belə uşaqlarda olur. Yəni diqqətini bir yerdə uzun müddətdə saxla. Diqqəti və yaxud da qısa müddətdə ola bilər. Bunu artıq beləsə test psixoloqa yönləndirə bilərsiniz ki, diqqət əksizliyi bəlkə belə baxanda analiz eləsə, diqqət əksizliyi, hiperaktiv pozuntu var. Artıq bu diaqnozdur. Burada psixoloqun dəstəyinə ehtiyacımız var. Biz tək öhdəsindən gələ bilmərik. Biz nə qədər də test etsək. Amma testlərə qaldıqda, diqqət testləri, məsələn, rəngləri tapıb eyniləşdirmək olsun, eyniləşdirməyin özü də diqqəti artırır və yaxud da fiqurları birləşdirmək, rəngləri veririk, baxıb rəngləyir uşaqlar yaş kateqoriyasına. Yəni uşaq, məsələn, hərf Hal-hazırda 4-cü sinifdir. 4-cü sinifdir. Bəli, bəli. Yəni Bəli. maraq dairəsini, baxın bir şey qeyd edeyim, yormadan sizi. Mənim yeni şagirdim var. Məktəbə qədər təhsilə müraciət edib. Əslində məktəbə qədər təhsilə biz başlaya bilmirik. Proqrama ümumiyyətlə yanaşa bilmirik. Nə üçün? Uşaq ümumiyyətlə dəbdir, yəni diaqnozumuz var, hiperaktivdir və 2 dərsdə artıq yavaş-yavaş stulda oturmaq. Onun maraq dairəsi nədir? Santexnik, belə desək, ancaq su torbaları, qaz torbaları, ancaq baxın marağı odur. Yəni dərs deməyin, ancaq baxın oturur və axtarır harda tok var, harda turbalar gedir, bu nə üçündür və dayanmadan suallar verir və ara sıra bunu da qeyd edim ki, kəkələməsi də var. Həyəcanlanan zaman fikrini ifadə etməkdə çətinlik çəkir, orada bir ilişib qalırıq. Biz nə edirik? Baxın, dərs prosesinə başlamışıq. Biz nə edirik? Biz torbalarla dərs keçirik. Baxın, 2 dərsdir. Bugün mən ona makaronları torba olduğunu demişəm və ona o şəkildə təqdim etmişəm. Və kiçik motorikasını inkişaf etdirmək üçün nə etmişəm? İpi vermişəm. Bax, biz indi bu kiçik makaron deməmişik. Baxın, hər bir düz adi bildiyimiz makarona bu turbalardır. Biz bu turbaları birləşdirib uzun bir turba, qaz turbası yaradacağıq və bir həvəslə edir onu siz görsəz. Və bir saat ərzində stuldan qalxmadan, heç bir sual vermədən ki, turba hardadır, burada nə gedir, onu etdi rahat şəkildə və bizim oyuncağımız var, turba yaxşı və onu istəmədən və sən bunu etsən, mən sənə bunu verəcəm və bir dəfə vermişəm. Baxın, 2-ci dərsimizdə artıq. Çünki maraq dairəsi odur. Və yaxud da sayırıq. İnsanlar, belə deyim də, fərqi yoxdur yaşımızdan. Maraq duyduğumuz, maraqlı gələn şeylər biz daha çox həvəs göstərdib, daha yaxşı edirik. Onu uşaqlarda da həqiqətən düşünüb etmək lazımdır. Çox gözəl dediniz. Baxın, uşaq oyunla öyrənir. Uşağın dili nədir? Oyun. Bunu bütün nəzəriyyələr də deyir, bütün psixoloqlar da deyir, psixiatrlar da deyir. Yəni biz hara baxsaq, uşağın dili oyundur. İstər bu tədris prosesində olsun, sinif şəraitində ola bilər. Amma təlim prosesi belədir ki, bizə aid olan bir şeydir. Repetitorların əlindədir. Bu, belə desək, dərs prosesini biz qururuq. Məsələn, mən çalışdığım şagirdlərlə ilk məktəbə qədər də valideynlərə bildirirəm ki, mən məktəbə qədər proqrama başlamıram. Bir ay mütləq mən onların motorikasını inkişaf elətdirirəm, özünə xidmət. Bax, Günel müəllimə çox gözəl vurğuladı ki, özünə xidmət bacarıqları yoxdur. Bəli, çox gözəl dedi Günel müəllim. Tamamilə vurğuladı. Bizdə valideynlər ancaq düşünürlər ki, ancaq uşağım təhsil alsın, təhsilli olsun. Sırf təhsil son. Mən özüm 9-cu sinifdən sonra oxumuşam. Sonra universitetə qəbul olmuşam. Ona kimi, yəni mənə necə deyim, təhsilsizdir demək, yəni sonra öyrənilən bir şeydir əslində təhsil. Amma uşaqlarda o metodikalar, bacarıqlarını Özünə bilsələr. xidmət bacarıqları, yəni bu həyatımızın bir hissəsidir.
Bəli, E, bu dəqiqə Yaponiyada deyək də, bağçalarda sırf özlərinə xidmət, uşaqlar necə davranır, hər hansı bir yanğın zamanı və yaxud da hər hansı qablarını, belə deyim də, yemək yediyi qablarını yerinə qoymaq, primitiv şeylər də, əslində biz primitiv görürük, amma çox mühüm şeylərdir bunlar. Amma bizdən valideynlər tutduruq, yox, uşağım təhsil almalıdır, biz onu edərik. Biz Heç onların bir şey qabını etmə, görürük. ancaq oxu. Yəni bizdə nədir? Bəli, Evdə heç bir şey etmə, yeməyini ye, qoy, qarşında qalsın, amma dərsini oxu. Baxın, bu düzgün bəli, deyil əslində. Uşaq oxumalıdır da, yeməyini də, qabını da yumalıdır, paltarını da bəli, yumalıdır, otağını da təmiz saxlamalıdır. Çünki bu onun özünə aid olan bir şeydir. Baxın, bəli, oxuyub yaza bilməyən məsuliyyəti, uşaq yoxdur. Bütün bəli, uşaqlar bunu öyrənir. Yəni bir zaman lazımdır. 6 yaşından sonra bütün uşaqlar buna artıq hazırdırlar. Sadəcə bəli, biz onlara tamamilə dəstək. doğru deyirsiniz. Amma 6 yaşında uşaq öz düyməsinə bağlaya bilmir, ayaqqabısını geyinə bilmir, kurtkasını geyinə bilmir və yaxud da çantasını yığa bilmir. Bu nə dərəcədə Bəli. düzgündür? Və Çünki biz burada artıq valideynlər valideynin özümüz günahı öyrətməyi var. istəyirik. Bəli, əsas Valideynin ümumiyyətlə günahı. valideynə. Mən belə fərq yoxdur. Yaş 18 yaş deyək, 18 yaşa qədər mən deyirəm ki, uşaq nə edirsə, valideyn onu edib ki, uşaq onu edir. O gözəl söz var, uşaq evin güzgüsüdür. Bəli. Uşaq Amma gördüyünü edir, eşitdiyini yox. bəli, bəli. Qısa sizi də yoruram, Yox, dinləyicilər də estağfurullah, yoruram, buyurun. üzrlü saysın. Qısa bir video görmüşdüm. Videoda belə deyirdi. Ata uşağına qışqırır ki, sən niyə dərs oxumursan, ancaq telefonla oynayırsan və belə səsini yüksəldir. Uşaq yenə də dinləmir atasını. Eyni şey otağına girir, telefonuna baxır. Məhz kişi atasının yanına keçir, qonaq otağında deyir ki, bəs bu uşaq oxumur, mən o vaxtda oxuyurdum, necə sabahlayırdım. Deyir, o vaxtda mən də oxuyurdum, ona görə sən oxuyurdun. Yəni biz valideynlər birinci özümüz bu telefonu məsələn kənara Bəli. qoymalıyıq, özümüz mütaliə etməliyik ki, uşaq bizdən görsün. Uşaq bizdən Uşaqlar gördükləri gördükləri. tətbiq edir. İşte Bəli, bunun bəli. biz valideynlər ən birinci uşağın tərbiyəsində olsun, davranışında olsun, biz valideynlər bunları aşılamalıyıq. Amma nəsə bəhanələr yürüdürük, deyək də, mən işə gedirəm, mən necə vaxt deyiləm və s. Təəssüf ki. Təəssüflər olsun ki, baxın, uşaqlarımızın, övladlarımızın o kiçik yaşları geri qayıtmayacaq. Bəli, Amma bizim o zamanımız, karyeramız, işimiz hər zaman, yəni biz əldə edə bilərik də. Yəni ömrümüz nə bəli, qədər varsa bunu hansı yaşda olur olsun əldə edə bilərik. Amma uşaqların uşaqlığı geri qayıdacaqmı və yaxud da xeyr, nə görə deyirlər uşaqlarınızla zaman keçirin, amma keyfiyyətli. bəli, Yarım saat olsun, 1 saat o, amma keyfiyyətli zaman keçir. O demək deyil ki, bugün sən dərsin nədir? Dərs soruşmaq zaman deyil, keyfiyyət deyil. bəli, Sən özünü necə hiss edirsən? Bax, duyğuları niyə bizim cəmiyyətimiz bu qədər hissləri, belə desək, emosional ifadə edə deyil? bilmirik. Baxın, bu yaxında bir webinar oldu. Dedim, elə bir cəmiyyətə çevrilmişik ki, mən orada da vurğuladım bunu ki, əvvəl kimsə yıxılanda onu qaldırmağa çalışırdıqsa, indi telefonla Bəli, çəkirlər. Baxın, bəli, emosiya, empatiya hissimiz artıq ölüb. Yəni eynisi də uşaqlarda var. bəli, bizim həm də Paylaşmağı mərhəmət sevmirlər. hissimiz də Yəni ölür. çünki bu evdən aşılanır və deyirlər məktəb tərbiyə ocağı deyil, amma təhsil tərbiyə ocağıdır. Bəli, Təlim, təhsil də baxın, tərbiyə olmalıdır ki, təhsil paralelində gəlsin. bəli, Tərbiyəsi olmayan bir insanın təhsili olsa da bizim gözümüzdə beləcə nə qədər hörməti ola bilər. tamamilə doğru deyirsiniz. Yəni sırf düzdür fokuslanırlar ki, məktəb mütləq hər şeyi etməlidir mənim uşağım, çünki borcudur məktəbin. Elə düşünürlər. Bəs sizin valideyn borcunuz nədir? İşte mən inanırsınız çalışıram. Kim valideyn gördü, mən çalışıram ki, bunları onlara deyim, bəlkə nə isə təsir edər. Ki, yəni biz müəllimlər də əslində bunları aşılamalıdır valideynlərə ki, siz bunları etməlisiniz. O metodikada var ki, müəllimlər valideynlərlə daim əlaqədə olmalıdır əslində ki, Əməkdaşlıq mütləqdir. bəli, çox da yoxdur. Sizin də yorurum. Yox, əstəğfurullah. Çox üzr istəyirəm, Suğra xanım. Deyirik valideynlərlə müəllim əməkdaşlıq etməlidir, amma nə dərəcədə valideynlə müəllim əməkdaşlıq edə bilir? Mən belə deyim, valideyn iclasları yığışıbmı?
Valideyn Yoxdur. iclası tamamilə Yoxdur. yığışılıb. Yoxdur. Yoxdur. Bəli. Valideyn müəllimə belə deyim, nəsə bir söz demək üçün Əlaqə WhatsApp qurmaq qrupları var. üçün. Mütləq şəkildə WhatsApp-la əlaqə saxlamalıdır. Zəng də Bəli, olmaz, qəti qadağandır. Bəs biz bəli. necə əlaqə yarada bilərik? Bəs ona görə də bu gündəyik, bu səviyyədəyik Bəli, təhsilimizdə. bəli. Çünki Bayaq münasibət bir şeydə yoxdur. qeyd etmişdiniz. O qədər Valideyn gözəl qeyd etdi iflasına təlim, gəlmək ayrıla istəyir. bilmirik sizdən. Bayaq bir şey qeyd etdiniz. Bu belə deyim, cəmiyyətdə sosiallaşma, uşaqların sosiallaşması ilə əlaqəli. Baxın, biz valideyn olaraq adi bir marşrutda gedirik, avtobusda gedirik, deyirik ki, məsələn, uşaqlarda günah görürük ki, siz böyüklərə hörmət etmirsiniz. Bunu mən həmişə deyirəm. Biz övladımızı, bizdən kiçikdir, düzdürmü? Övladımızı əyləşdiririk ki, sən otur, mən ayaq üstə dayanaram. Bu Örnək nə özümüz. dərəcədə düzgündür? Onun üçün də uşaq elə bilir ki, böyük ayaq üstə durmalıdır, o əyləşməlidir. Bəli. Baxın, Çox elə biz bu gözəl tərbiyəni dediniz buradan müəllimə. irəli gəlirik. Öpürəm sizi. Özümüzdən. Hər şey özümüzdən Gecəniz başlayır. xeyir. Hər Ayrıla kəs bilmirik. özündən Bura başlasa, hamımızda. düşünürəm ki, baxın biz cəmiyyət olaraq ən rahat bir şey nədir? Qınamaqdır və günahkar hesab Bəli, etməkdir. bəli. Amma Amma hər özümüzdə kəs günah Daha özünə pis gəlir olmayandan da o. kənarı. Bəli. özünə Daha qayıtsa, mantıqlı o. hər kəs özündən başlasa, yəni mən olaraq, o deyir, tək əldən səs çıxmaz, amma hər kəs öz cəmiyyəsində, öz ailəsində nələrsə etsə, bir cəmiyyət olaraq düzgün yola inşallah ki, gedə bilərik, o istiqamət tapa bilərik. Nə qədər ki, qınaq var, emosiyalar yoxdur, empatiya hissi yoxdur, yəni biz belə desə, tənəzzülə doğru gedirik. Yəni mən istəməzdim ki, belə olsun, amma belə Mərhəmət hissi ölüb hər kəsdə, mərhəmət hissi ölüb. Bəli, İnsanın ki, bəli. mərhəməti öldüsə, o insanlıqdan kənarlaşır, tamamilə Bəli. İnsani kənarlaşır. Bir də keyfiyyətlərimiz var. biz keçən təlimimizdə belə bir Bəli, bəli. Keçən təlimimizdə belə müzakirə etdik. Bizim niyə indiki dövrdə bir tələbəmiz vardı, təlim hazırlamışdı. Ora Pənah müəllim xüsusən bildirdi onu ki, niyə biz xaricdən misal gətiririk, xaricin Bəli. Niyə biz psixoloqlarından özümüzdən misal götürə gətiririk? bilmirik? Niyə bizim Bəli. indi Füzulimiz yoxdur, Nəsimimiz yoxdur, niyə Səməd Vurğunumuz yoxdur? Niyə yoxdur? Biz hələ də onları axtarırıq. Ancaq Bəli. indiki dövrdə hansı atalar sözünü biz indiki nəsil yazarlarımız kəşf edib. Baxırsan atalar sözü yazırlar. Baxırsan ki, mən bunu necə səsləndirim? Bu uşağa nə deyim? Tapmacalar hazırlanıb. Hansı Bəli. tapmacalarımız var? Bəli. Mümkün deyil. Məsələn, Orada nəsə bir düşündürücü, nəsə bir sənə yoxdur. mümkün deyil. Orada nəsə bir tapmaq mümkün deyil. Bilirsiniz, bunların hamısı bizdən gəlir. Biz valideynlərdən irəli gəlir və hazırda düşdüyümüz təhsilin durumunun təhsil deyirəm. Məni bir gün nəsə hə. Yəni ki, Baxın, ona görə kitabların bunu özündə də o boşluqlar var. Qeyd etdik ki, tədris prosesində, məktəb sistemində özündə də orada bir boşluqlar var ki, məsələn, əvvəl uşaqlardan şeir soruşanda şeir bilirdilər. Amma indi hansı uşaq şeir bilir? Hansı Bilirsiniz hekayəni niyə? bilir? Bilirsiniz niyə Suğra xanım? Çünki şeir kimi deyil, yadda qalmır. Biz əvvəl şeirin axarlığı, gözəlliyi, misraları bir-birini tamamlasın, Ahəng var tamamlamasın. idi, Necə qafiyə görürəm? var idi. 12 bənd biz şeir əzbərləyirdik, 24 Bəli. bənd şeir əzbərləyirdik. İndi mən uşağın ədəbiyyatını qoyuram qarşıma, deyirəm ay bala Dəhşət. əzbərlə. Özüm bilmirəm ki, bunun axırı nə, əvvəli nə oldu, axırı nə oldu. Mən uşağı necə tələb eləyim? Bilirsiniz o şeylər var, ona görə əzbərləyə Bəli. bilmir. Uşağı da qınamalı deyil. Nəsə Qınamalı çox deyil. danışdım. Yox, estağfurullah. Yəni o deyir danışılacaq o qədər mövzu Bəli, bəli. var. Əslində mövzu özü də çox genişdir. Mən özüm də bu mövzuya müraciət edəndə baxdım ki, o qədər genişdir. Əslində nə gözəl ki tətbiq olunsa. Nə gözəl ki bu dərsliklərə belə desə tətbiq olunsa, müəllimlərə belə desə istiqamət verilsin, valideynlərə, uşaqlara çox gözəl olar. Amma təəssüflər olsun ki, Tətbiq olunsa. təəssüflər, Bəli. təəssüflər içində qalırıq. Amma biz də öz cəmiyyəmizdə nələrsə etməyə çalışırıq. Ən azından bilmədiklərimizi öyrənirik, burada paylaşırıq. Sağ olsun ki, bu kimi akademiyalar var ki, dəvət edirlər. Biz də bilgilərimizi bir-birimizə həm öyrənirik, həm paylaşırıq, müzakirə edirik. Yenə də sağ olun. Xoş oldu. Təşəkkür edirik. Minnətdaram. Fikir bildirmək istəyən, sual vermək istəyən varsa, buyursun, yoxsa bitirək.
Yoxumdur mənim sualım, amma ki çox gözəl keçdi. İlk dəfədir ki, mən beləsinə webinara qatılıram, yəni belə maraqlı həqiqətən. Minnətdaram. Mənə də çox xoş oldu sizləri dinləmək, tanımaq. Təşəkkür edirəm. Minnətdaram. Heç kimin sualı yoxdursa, Suğra xanım, onda bitirək. Mən sizə təşəkkür edirəm. Dəyərli vaxtınızı ayırdınız. Günel xanım, sizə də təşəkkür edirəm. Sizin də fikirləriniz yəni mənə maraqlı oldu. Çox təşəkkür edirəm fikir bildirən hər kəsə. Gecəniz xeyrə qalsın deyək. Xeyrə Sağ olun. qalsın. Təşəkkür edirik Aytaç xanım. Gecəniz xeyrə qalsın. Xeyrə qalsın. Sağ olun.